Siyəzən sakini sahibkar Rəhim Süleymanoğlu Hüseynov Ağdaş yem fabrikindən aldığı yem səbəbindən quşçuluq təsərrüfatının məhv olmasından şikayətçidir. Sahibkarın sözlərinə görə o Ağdaş yem fabrikinin rəhbərliyi ilə şifahi razılaşma əsasında qurumdan yem alaraq quşçuluq təsərrüfatı ilə məşğul olub. Lakin 2023-cü ilin yayında bəslədiyi quşların adı çəkilən fabrikin yemindən zəhərlənməsi faktının aşkarlandığını vurğulayıb. Şikayətçi bildirib ki, toyuqların kütləvi şəkildə öldüyünü görəndən sonra sözü gedən fabrikin rəhbər şəxslərindən olan Maşallah Dağıyev, həkim Nuran Ağayev və digərlərinin təsərrüfatına gəlməsini tələb edib. Ancaq həkim Nuran Ağayev baxış keçirdikdən sonra əvvəlcə toyuqların cuma xəstəliyinə yoluxduğunu iddia edib. Sahibkar diqqətə çatdırıb ki, düzgün diaqnoz qoyulmasını tələb etdikdən sonra 20 ölü toyuq müayinəyə göndərilib və həqiqətən də toyuqların zəhərlənmə nəticəsində öldüyü öz təsdiqini tapıb. Eyni zamanda Rəhim Hüseynov iddia edib ki, zərər çəkən yalnız o deyil. Siyəzən rayonunda Seymur, Elçin və Vəhab adlı 3 sahibkar da yemin keyfiyyətsizliyi səbəbindən küllü miqdarda ziyana düşüb. Onun sözlərinə görə bu hadisədən sonra uzun müddət Ağdaş yem fabrikindən yem almayıb. Əlavə olaraq 2024-cü ilin sentyabrında Ceyranbatan quşçuluq fabrikindən 36 min cücə aldığını söyləyib. Şikayətçi bildirib ki, noyabr ayında alınan yemlər 3 ayrı fermada toyuqların hamısının zəhərlənməsinə səbəb olub. Qısa müddətdə 19.190 toyuğun tələf olduğunu, 100 min manata yaxın zərərin dəydiyini diqqətə çatdırıb. Şikayətçi iddia edib ki, uzun təkidlərdən sonra toyuqlardan qan alınıb və analizə göndərilib. Zərər çəkən sahibkar bildirib ki, sözü gedən analiz sənədində nə möhür, nə də imza olmayıb. Həmçinin Rəhim Hüseynov aktaya toyuqların əsl ölüm səbəbinin müəyyənləşdirilməsi üçün müraciət etdiyini əlavə edib. Sahibkar məsələnin həlli və düzgün araşdırılması ilə bağlı Baş Prokurorluğa müraciət edib. Həmçinin Prezident İlham Əliyevdən kömək istəyib.